Hər vaxtınız xeyir olsun Nuranə. Bəli, artıq ipoteka kreditlərinə ayrılan məbləğ bilir ki, dövlət tərəfindən maliyyələşir və indiki məqamda 4% olan məbləğ həssas qruplar üçün elə də uyğun deyil. Çünki dövr müasirləşdikcə mənzillərin qiyməti artır və həmin şəxslərdə ev almaqda çətinlik çəkilir və bu yəni məsələ göz önündə saxlanılaraq Milli Məclisdə məsələ müzakirə olunub və elə bununla bağlı qeyd olunur ki, maksimal yəni ipoteka kreditləri üçün ayrılan məbləğin maksimal məbləğinin 100 mindən daha da artırılması nəzərdə tutulur. Yəni bu məsələ təklif olunub. Daha detallı təfərrüatları ilə Milli Məclisin üzvü Vüqar Bayramovdan alacağıq. Xoş gördük Vüqar bəy. Detalları sizdən işləyib, buyurun. Bütövlükdə ipoteka kreditinin təkmilləşdirilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik. Nəzərə alsaq ki, ipoteka kreditlərinin təkmilləşdirilməsi həm faizlərə baxılması və faizlərin azaldılması formasında eyni zamanda məbləğin artırılması ilə həyata keçirilə bilər. Hal-hazırda təbii ki, ipoteka kreditləri güzəşlidir və dövlət tərəfindən həm adi, həm güzəşli ipoteka kreditləri maliyyələşdirilir. Güzəşli ipoteka kreditləri məhz daha həssas, sizin qeyd etdiyiniz kimi, yəni sosial təminata daha çox ehtiyacı olan gənc ailələrə təqdim olunan kreditlərdir. Ona görə bizim təklifimiz ondan ibarətdir ki, həmin kreditlər üzrə faizlərə baxılması və faizlərin 4%-dən 2%-ə endirilməsi həyata keçirilsin. Çünki nəzərə alsaq ki, həmin kreditlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Yəni praktik olaraq həmin kreditlərin maliyyə mənbəsi dövlət büdcəsidir və dövlət büdcəsi olduğuna görə təbii ki, kommersiya məqsəd daşımadığı üçün həmin faizlərin aşağı salınması praktik olaraq mümkündür. Bu da təbii ki, nəticə etibarı ilə xüsusən gənc ailələrin güzəşli ipoteka kreditlərindən daha çox istifadə etməsi və daha çox kreditlər alaraq mənzil problemini həll etməsinə gətirib çıxara bilər. O baxımdan birinci istiqamət faizlərə baxıb və faizlərin aşağı salınması ilə bağlıdır. Digər istiqamət məbləğin artırılması ilə əlaqədardır. Nəzərə alsaq ki, güzəşli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manatdır və qeyd etdiyiniz kimi Bakıda mənzillərin qiymətində artımlar var və artımlar olduğuna görə və biz son illər praktik olaraq bu artımları müşahidə edirik və artımlar olduğuna görə təbii ki 100 min manat əksər hallarda nəinki mərkəzə yaxın və ya mərkəz, hətta mərkəzdən uzaq zonalarda belə mənzil almaqda problem yaradır. Ona görə də o baxımdan bu məbləğin 100 min manatdan 150 min manata artırılmasını təklif edirik. Çünki nəticə etibarən bu gənc ailələrin daha böyük məbləğdə kredit götürərək mənzil problemini həll etməsinə gətirib çıxara bilər. Bu istiqamətdə də bu baxımdan dövlət büdcəsindən daha çox vəsaitin ayrılmasına ehtiyac var ki, məbləğin artırılması ümumi kreditlərin sayına təsir göstərməsin. O baxımdan hər iki istiqamət üzrə təkliflərimizi təqdim etmişik və güman edirik ki, ipoteka kreditlərinin təkmilləşdirilməsi kifayət qədər aktualdır və bu istiqamətdə addımlar atılmasını məqsədə uyğun hesab edirik. Təşəkkür edirəm Vüqar bəy. Çox sağ olun suallarımıza aydınlıq gətirdiyiniz üçün. Bir daha xatırladım ki, hazırda elə ipoteka kreditlərinə ayrılan məbləğin daha da artırılması məsələsi Milli Məclisdə təklif olunub və təbii ki, indiki dövrdə də hər bir insanın haqqıdır rahat mənzildə yaşamaq, təbii ehtiyaclardan elə birinə çevrilib və indiki dövrdə də məsələnin yəni qiymətlərin daha da bahalaşması bu ehtiyaca yəni sahib olmaqda insanların vəziyyətini çətinləşdirir və elə məsələ ilə bağlı detalları da eşitdik.